Salam, bugünkü mövzumuz to be going to yoxsa will feilidirmi? Əslində bu mövzu sadə görünsə də burada çox incəliklər var, hansı ki test tapşırıqlarında bizləri tələyə sala biləcək. Gəlin to be going to-nun işləmə yerlərinə baxaq. Nə zaman işlənə bilər bu feil? Əvvəlcədən düşünülmüş plan və niyyətlərdə detallar hələ dəqiq olmasa da we are going to have dinner after the exhibition. İndiki zamanda göz önündə olan əlamətə, sübuta əsaslanan gələcək hadisələrdə look at those black clouds, it is going rain. To be going strukturunun məhsul növü varmı? Bəli. Struktur belədir. To be going to plus be plus verb 3. Məlum növdə struktur subject plus be going to plus verb birinci formada plus object gəlir. Nümunələri görürsünüz. A new home is going to be built. Yeni ev tikiləcək. Bu məhsul formasıdır. Yuxarıdakı nümunədə isə məlum formasını görürsünüz. They are going to build a new home. Keçmiş zamanda da eyni qaydadır. To be-nin keçmiş zaman forması was və yaxud da were-dən istifadə edilir. Nümunələri dayandırıb diqqətlə baxa bilərsiniz. Burada test tapşırığını işləyəndə nəyə önəm verməliyik? To be going to adətən go, come, leave, arrive, move, stay feilləri ilə işlənmir. Buna diqqət yetirirsiniz. Bu feillər gələcək plan bildirəndə sadəcə present continuous ilə ifadə olunur. Əgər testdə görsəz I am going to go school bu səhvdir. Doğru ifadə I am going to school. She is going to come tomorrow səhvdir. Doğru variant she is coming tomorrow. O sabaha gəlir. Tomorrow sözü olmasına baxmayaraq burada present continuous işlənəcək. To be going to plus məkan tələsi. Testlərdə ən çox düşən test tapşırıqları və çaşdırıcı suallardan birisidir. Əgər to be going to ifadəsindən sonra feil və bir deyil, məkan, yer anlayışı bildirən hər hansı bir isim gələrsə, bu gələcək zaman quruluşu yox, present continuous zaman quruluşudur. Nümunəyə baxırıq. We are going to study. Gələcək zaman planı study feildir. Əgər desək ki, we are going to school məkan anlayışı versək, bu zaman daimici zaman strukturudur. İndi isə will'in işləmə yerlərinə baxaq. Will şəxsi rəy, zənn, ümid və inan bildirən ifadələrlə işlənir. Adətən işləndiyi ifadələr I think, I hope, I promise, I believe, I am sure, I am afraid, I suppose, I expect, I guess, I predict, I guarantee, I doubt, I swear. Və cümlədə işləndiyi ən çox rast gəlinən zərfləri probably, possibly, certainly, definitely, perhaps, maybe'dir. Nümunələrə baxırıq. I promise I will call you. I am sure she will pass the exam. Daha sonra will nə zaman işlənir? Danışıq anında, anidən verilən qərarlarda. Buna spontaneous decision deyirlər. The phone is ringing, I will answer it. Nümunəni görürsünüz. Daha sonra söz vermə, kömək təklifi, xahiş, xəbərdarlıq və əmrlərdə işlənə bilir. Nümunəyə baxaq. Be careful, you will hurt yourself with that knife. Daha sonra öz-özünə baş verəcək, qarşısı alınmaz gələcək hadisələrdə və subyektiv proqnozlarda. Example, the temperature will drop during the weekend. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi və paylaşmayı unutmayın. Digərlər də ondan faydalansınlar.